nümayəndə heyəti parlament sədrinin rəhbərliyi ilə Türkiyədə səfərdədir. Şalva Papaşvili Parlamentlərarası İttifaqının 152-ci Assambleyasında çıxış edəcək. İstanbulda ümumilikdə 157 ölkənin nümayəndə heyəti və 77 spiker gözlənilir. 152-ci Assambleya ümidin canlandırması, sülhün təmin olunması və gələcək nəsillər üçün ədalətin qorunması mövzularına həsr olunub. Çıxışla yanaşı səfər çərçivəsində Gürcüstan parlamentinin sədri birbaşa görüşlərdə keçirəcək. Bugün parlament interpellasiya qaydasında Xarici İşlər Naziri Maqa Boçorişvilini dinləyəcək. Sualları Gürcüstan üçün fraksiya təqdim edib. Partiya üzvlərinin sözlərinə görə naziri Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesi, eləcə də bu istiqamətdə mövcud olan bütün problemlərlə bağlı suallar ünvanlanacaq. Parlament həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında Gürcüstan qanununa ediləcək dəyişiklikləri də müzakirə edir. Qanunverici orqan layihəni bugün komitə və plenar iclas formatında 2-ci və 3-cü oxunuşda nəzərdən keçirəcək. Layihəyə əsasən yeni C5 kateqoriyalı adi viza tətbiq olunur. Bu kateqoriyaya aid çox girişli qısa müddətli viza 5 il müddətinə, Gürcüstanda qalma icazəsi isə 1 il müddətinə veriləcək. Dəyişikliklərə əsasən bu viza Gürcüstana təhlükəsiz ölkələrdən turistik məqsədlə gələn və yalnız qeyri-rezident şəxsin xeyrinə fəaliyyət göstərmək hüququ olan şəxslərə veriləcək. Həmçinin bu viza həmin şəxsin həyat yoldaşına və yetkinlik yaşına çatmamış övladlarına da şamil olunacaq. Vizanın verilməsindən imtina qərarı isə məhkəmə qaydasında şikayət edilə bilməyəcək. İran prezidenti Məsud Pəzəşkiyan növbəti tənqidi bəyanatla çıxış edərək ABŞ və İsrailin məqsədləri barədə suallar ünvanlayıb. Bizə hansı hüquqla hücum etdilər? Biz nə etmişik? Niyə liderlərimizi, komandirlərimizi, alimlərimizi, tələbələrimizi öldürdülər? Biz qarışıqlıq axtarmırıq, amma bizə hücum etsələr qətiyyətlə dayanmalıyıq deyə bildirib. O sosial şəbəkədə paylaşdığı açıqlamada Avropa ölkələrini İsraillə münasibətdə tutduqları mövqeyə görə tərifləyib. Xüsusilə Yaxın Şərq İsrailin zərbələrini tənqid etdiklərinə görə 6 ölkə, o cümlədən İspaniya, İtaliya və Türkiyə bu tərifi alıb. Müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi barədə Norveç və Ukraynada razılığa gəliblər. Razılaşma iki tərəfli əməkdaşlığı nəzərdə tutur. Norveç Ukraynada dron istehsalını dəstəkləyəcək. Ukrayna isə Norveçlə müharibə təcrübəsindən əldə olunmuş məlumatları, informasiyanı və təcrübəni bölüşəcək. Bununla yanaşı Ukrayna dronlarının istehsalına Norveç ərazisində də başlanılacaq. Təhsil naziri ABŞ-da BMT-nin baş qərargahında gənclər məsələləri üzrə baş katibin müavini Felipe Paulier ilə görüşüb. Tərəflər gənclər siyasətinin inkişafı məqsədi ilə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər. Xüsusi diqqət Gənclər Forumunun əhəmiyyətinə və Gürcüstanın qlobal gənclər dialoqunda fəal iştirakına yönəldilib. Söhbət 2026-cı il fəaliyyət planına və Nazirliyin gənclər sahəsində ehtiyacların qiymətləndirilməsi məqsədi ilə aparılıb. Araşdırmaya da toxunub. Görüşün sonunda Felipe Paulier Givi Mikanadzeni noyabr ayında New York City'də keçiriləcək beynəlxalq foruma dəvət edib.